Salam və bugünkü dərin təhlilimizə xoş gəlmisiniz. Deməli, bugün müzakirə edəcəyimiz mənbə, yəni üstündə dayanacağımız mövzu inanılmaz dərəcədə qısadır. Aha, cəmi 2 sözdən ibarətdir, düzdür? Düzdür. İdman mediasından götürülmüş qısa bir başlıqdır. Qarabağdan darmadağın. Vəssalam. Heç bir əlavə cümlə, uzun-uzadı statistika filan yoxdur. Missiyamız da elə budur ki, sizinlə birlikdə bu 2 sözün arxasında yatan o böyük mənzərəni anlayaq. Yəni, sözün açığı, mediada belə qısa bəyanatlar çox vaxt ən güclü silah olur. Bəzən bir oyunu, qüvvələr nisbətini təsvir etmək üçün səhifələrlə yazıya heç ehtiyac qalmır. Aha, ehtiyac yoxdur. Bəli, düzgün seçilmiş bircə ifadə, necə deyərlər, bütün hekayəni danışır. Yaxşı, gəlin onda bunu biraz aydınlaşdıraq. Mən başa düşürəm ki, Qarabağ qələbə qazanıb, həm də böyük hesabla. Amma niyə jurnalistlər sadəcə, məsələn, inamlı qələbə yazmayıblar? Hə, maraqlı sualdır. Yəni, darmadağın sözü mənə daha çox, nə bilim, bir təbii fəlakəti, qəfil gələn və hər şeyi alt-üst edən bir qasırğanı xatırladır. Bu sözün arxasında adi qələbədən fərqli nə yatır? Baxın, füsunkar olan tərəfi də elə budur. Çünki məsələ sadəcə hesab tablosundakı rəqəmlər deyil. Siz inamlı qələbə deyəndə, beyninizdə hələ də meydanda 2 dənə rəqabətə davamlı komanda canlanır. Aha, yəni kimsə sadəcə daha yaxşı oynayıb. Tamamilə düzdür. Amma darmadağın tamamilə fərqli bir idman psixologiyası mənzərəsi cızır. Bu söz onu göstərir ki, rəqibin bütün müqavimət mexanizmi, yəni iradəsi qırılıb. Tam sındırılıb, hə. Bəli. Bu, qarşı tərəfin sadəcə texniki olaraq uduzmağı deyil, həm də meydanda bir növ aciz qaldığını göstərir. Taktiki və fiziki olaraq tam tabe ediliblər. Yəni bu, şahmatda rəqibin bütün fiqurlarını təmizləyib, onu sadəcə tək bir şahla küncə sıxışdırmaq kimi bir şeydir. Çox yaxşı bənzətmədir, əla. Aha, oyun əslində artıq bitib, sadəcə rəsmiləşməsini gözləyirsən. Bəs mənə maraqlıdır, medianın məsələni məhz bu cür belə aqressiv bir çərçivədə təqdim etməyinin əsl səbəbi nədir? Necə yəni? Yəni, bu sadəcə klik yığmaq, oxucuların emosiyaları ilə oynamaq üçündür, yoxsa həqiqətən reallığı daha dəqiq əks etdirir? İkisi də var əslində. Bir tərəfdən, təbii ki, bu cür emosional yüklü sözlər dərhal adamın diqqətini çəkir. Çünki media iqtisadiyyatı onsuz da diqqət üzərində qurulub. Düzdür. Digər tərəfdən isə idmanda biz momentum deyirik, yəni psixoloji üstünlük. Bunu izah etməyin ən qısa və effektiv yolu elə bu sözlərdir. Redaktor o sözü seçməklə sizə açıqca deyir ki, detallara, xırda statistikalara ehtiyacınız yoxdur. Hər şey onsuz da bəllidir. Bəli, güc balansı tamamilə bir tərəfin xeyrinə pozulub. Üstəlik bu cür ifadələr cəmiyyətdə Qarabağın sadəcə güclü bir komanda yox, həm də qarşısı alınmaz dominant bir qüvvə olduğu fikrini beynimizə həkk edir. Çox maraqlıdır. Biz hər gün, yəni bilirsiniz də, bitmək bilməyən bir informasiya səs-küyünün içindəyik. Aha, informasiya bolluğu. Düzdür. Və həmişə düşünürük ki, nəsə bir şeyi tam anlamaq üçün gərək bütün detallara hakim olaq, 10 dənə fərqli məqalə oxuyaq, amma görünür, heç də belə deyil. Qətiyyən elə deyil. Yəni, ən qısa mesajlar belə, əgər sözlər düzgün hədəfə vurursa, ən aydın mənzərəni yarada bilir. Bizi dinləyənlər üçün bu təhlilin əsas dəyəri də elə bu olmalıdır. Məlumat səs-küyünün içində əsl nəticəni görmək üçün bəzən sadəcə seçilən dilin ağırlığına baxmaq bəs edir. Tamamilə haqlısınız. 2 söz bizə bütün tablonu göstərir. Qarabağ rəqibi sadəcə məğlub etməyib, onu sanki meydandan silib. Dəqiq. Və sözün açığı, bu dəqiq diaqnoz bizi mənbədə qeyd olunmayan, amma məntiqi olaraq ortaya çıxan çox böyük bir sualla baş-başa buraxır. Hansı sualla? Təsəvvür edin ki, siz media tərəfindən belə rəhmsizcəsinə darmadağın edildiyi, yazılan o zərbə almış tərəfsiniz. Oy, çox ağır bir vəziyyətdir. Bəli, belə bir ictimai və psixoloji çöküşdən sonra komanda özünü necə bərpa edə bilər? Çox çətin məsələdir. Hə, digər tərəfdən isə məsələnin o biri üzü var, Qarabağ kimi dominant tərəf. Onlar gələcəkdə hər kəsin gözlədiyi bu yüksək, qüsursuz standartları necə qoruyub saxlayacaqlar? Qalib gəlmək bir şeydir, amma hər dəfə sarsıdıcı bir güc olaraq qalmaq, bax, bu tam başqa bir təzyiqdir.
Doğrudan da üzərində mütləq düşünməli olduğumuz və idmanın əsl psixologiyasına toxunan möhtəşəm bir fikirdir. Budur, həmişəki kimi qısa bir məlumatın arxasından necə böyük bir məna çıxdığını kəşf etdik. Sizə də, yəni dinləyicilərimizə də bugün yenə bizə qoşulduğunuz üçün böyük təşəkkürlər. Gələn təhlillərdə görüşənədək.